Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 92 170 marşrutlarından 250-300 metr məsafədə 6 sotun içində şəxsi inşa olunmuş 4 otaqlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, bəyənməyi unutmayın, takip eləməyi unutmayın. Sona qədər izləyin ki, bütün ev haqqında detallarla sizə nəzərinizə çatdıracağım. Qiyməti də sonunda sizin nəzərinizə çatdıracağım. Gördüyünüz kimi bura həyətyanı sahəsidir. Evin böyründə belə boş torpaq sahəsi var. Ev sahibi bax burada belə əldamı kimi toyuğunu düzəldib, belə toyuq düzə saxlayır. Gördüyünüz kimi də əsl kənd həyatın şəraitini yaradıb burada ev sahibi. Həyətində də bar verən meyvə ağaclardır. Evin yan tərəfləri demək olar açıqdır, havalanmaya tam uyğundur. Ev yaşayışlı evdir, şəxsi evdir. Gördüyünüz kimi də həyətyanı sahəsi geniş, ürək açan, əlverişli. Keçən il evin içi ilə tanış olaq, hörmətli izləyicilər. Həyəti ilə tanış olduq. Buradan daxil oluruq evin içinə. Girən kimi giriş hissəsidir. Ayaqqabıları soyunmaq üçün belə ev sahibi belə bir şərait yaradıb. Daxil oluruq buradan, bax bura sanuzel hissəsidir. Bax belə hamamla sanitar qovşağı ikisi bir yerdədir, təmiri vəziyyətdədir. Bax bura həm hamam, həm də sanitar qovşağı ikisi bir yerdədir. Təmirdə qaydasında. Keçən də evin içi ilə əsas tanışılıb. Bu hissəsi artılıb deyə burada bir də qapı var. Daxil oluruq buradan evin əsas hissəsinə. Böyük bir zaldır. Məclis eləmək üçün əlverişlidir. 4 metrənin 10 metrə, 40 kvadrat. Gördüyünüz kimi də otaqları geniş, ürək açan. 6 sotun içindədir, hörmətli izləyicilər. Sənəd qeydiyyatı olacaq, propiska köməkliyi göstərəcək. Bunu da nəzərdə çatdırın. Buradan da belə bir ətraflı çəkirəm. Geniş bir zaldır. Yoldan da elə uzaq deyil, 3-4 dəqiqəli, 5 dəqiqəli məsafədə yerləşir. Buradan da yenə bir ayrıca keçən kimi dəhliz sisteminə keçirik, yəni koridor sistemindən keçirik. 3 dənə otaq buradadır. Burada girəndə sağ tərəfdə mətbəx. Mətbəx hardasa 3 metrin 4.50-yə zada olar. 14 kvadrata yaxındır. Gördüyünüz kimi mətbəxi yaxşı. Bura 4-ün 4-ə bir geniş yataq otağıdır. Otaqların təmiri normaldır, hörmətli izləyicilər. Amma kim alsa özü istədiyi kimi müasir aboylardan istifadə edib dəyişə bilər. Amma evin yaşayışlı evdir də. Yəni kim alsa istər-istəməz əl gəzdirmək olur, mümkündür. Keçirik burada bir də geniş bir yataq otağıdır, 4-ün 5-ə, 20 kvadrat. Otaqları geniş, ürək açan, gördüyünüz kimi də 20 kvadratlı bir yataq otağıdır. Qapıları təmiz tahta qapılardandır. Kim istəsə dəyişə bilər sonra. Burada da bir yenə də 4-ün 4-ə bir yataq otağı. Otaqlar geniş, ürək açan, əlverişli bir evdir, hörmətli izləyicilər. Gördüyünüz kimi də təqdimatda nə varsa hamısını evdə, evə aidsə nə varsa hamısını çəkdim sizə göstərdim. Kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmasına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Bəyənməyi unutmayın, mütləq bəyənin, hörmətli izləyicilər. Hamı evlərimizi görə bilsin. Evin qiyməti də yenə qeyd edirəm 135.000. Sənədi də propiskaya köməkli göstərəcək. Bunu da nəzərinizə çatdırım. Yəni ev adresi ünvanına salacaq. Köməkli göstərəcək. 135.000 start qiymət. Real alıcı olsa endirimi birbaşa sahibi ilə danışacaqsa, son sözü də ev sahibi deyəcək. 6 sotun içində Biləcərin yeni massivində yaxşı yerdə yerləşir. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.